Hər birinizə salamlar əziz abituriyentlər. Bu günlər mən sizə 2024-cü il tarixində keçirilən OTK sınaqlarından birinin izahını verəcəm. 10-cu sinifə aid olan bir sınaqdır. Keçək suallarımızın izahına. Birinci sualda deyir ki, mətnə aid olan doğru cavabı müəyyən edin. İlk vaxtlar ibtidai insanlar özləri hələ heç nə hazırlaya bilmirdilər. Onlar meşələrdən hazır məhsulları, meyvə, gilə meyvə, bitki kökləri toplayıb yeyir, ovçuluq və yığıcılıqla məşğul olurdular. Bu nədir? Mənimsəmə təsərrüfatı, yəni istehlak. Deməli, biz götürəcəyik B variantını. Doğru cavabımız olur B variantı. 32-ci suala baxaq. Bu müharibələr nəticəsində Roma tərəfindən işğal edilmiş əraziyə aid deyil. Ərazi deyil. Deməli, bu müharibəsi nəticəsində Romanın işğal etdiyi ərazilər Sardiniya idi, Karfagena idi, Korska idi və bunlar 1-2-5-də verilib. Düzdürmü? Biz 1-2-5-i çıxırıq, çünki bizdən aid olmayan ərazini istəyir. Misir və Yunanistan isə aid deyil. Deməli, doğru cavabımız olacaq A variantı 3 və 4. Keçək 33-cü suala. Çində sarısalıqlar üsyanı nəticəsində Xan sülaləsinin hakimiyyəti daha da möhkəmləndi. A yanlışdır. Çin əhalisi vahid xalqa çevrildi. Yanlışdır. B. Vuruşan padşahlıqlar dövrü başa çatdı. Xeyr, C yanlışdır. Çində quldarlıq quruluşuna ağır zərbə vuruldu. Bəli, doğru cavabımız olacaq D variantı 33-cü sualda. 34-də baxaq. Uyğunluğu müəyyən edin. Afinanın Kiçik Asiyanın qərbindəki Yunan şəhərlərindən baş verən üsyana kömək etməsi, nəticədə Əhəməni hökmdarı 1-ci Daranın Yunanistana hücumu. Bəli, bir doğrudur. İkinci suala baxaq. Xoroniya döyüşünün baş verməsi, Əhəməni hökmdarı Kserkinin qoşunlarının qalib gəlməsi. Baxın, Xoroniya döyüşü Yunan şəhər dövlətləri və Makedoniya arasında olmuşdu. Burada Əhəmənilərin bir iştirakı yox idi deyə biz 2-ni götürə bilmərik. 2 olan cavablar D, E, C çıxır variantlardan. 3-ə baxaq. Yunanistanda ağalıq etmək uğrunda mübarizə, Afina-Sparta müharibəsinin başlaması. Bəli, 3 doğrudur. Deməli, doğru cavabımız olacaq 1-lə 3 B variantı. 4-cüdə deyir ki, eramızdan əvvəl 6-cı əsrin sonunda üsyanların baş verməsi, Afinada quldar demokratiyasına son qoyması 4 də yanlışdır. Hətta Periklin statikliyi dövründə quldarlıq daha doğrusu demokratiya daha da çiçəklənmişdi. 35-ci sual. Cədvəldəki hansı hadisələrin nömrələrinin yerləri dəyişdirilsə, verilmiş bütün hadisələrin düzgün xronoloji ardıcılığı müəyyən edilir. İnsanların oturaq həyata keçməsi aiddir neolitə, ibtidai əkinçiliyin əsasını qoyulması aiddir mezolitə, ana xaqanlığının yaranması aiddir üst paleolitə, ev heyvanlarının əhəlləşdirilməsinin başa çatması da aiddir enolitə. Deməli, 1-lə 3-ün yeri dəyişdirilməlidir burada. 35-də doğru cavabımız olacaq D variantı 1 və 3. Baxaq 36-cı suala. Albaniya hökmdarı Cavanşirin hakimiyyəti dövrünə aid deyil. Cavanşir nə vaxt gəlib hakimiyyətə? 642-də və 681-ci ilə kimi hakimiyyətdə olub, düzdürmü? Kür sahili döyüşündə Xəzərlərlə məğlub olaraq müqavilə imzalaması məğlub mu olmuşdu bəyəm? Xeyr, Xəzərlərlə olan döyüşdə Kür sahili döyüşündə Cavanşir qalib gəlmişdi. Amma burada məğlub olar dediyinə görə, bizdən də yanlış cavabı istədiyinə görə doğru cavabımız olacaq elə A variantı. Baxaq 37-ci suala. Katsiya döyüşünün Amid döyüşündən fərqli, Dizrav döyüşü ilə oxşar cəhətini müəyyən edin. Deməli, nə edilir? Katsiyanın Dizrav döyüşündən oxşar cəhətini tapırıq. Amma bu Amid döyüşündən fərqli olan cəhət olmalıdır. Katsiya döyüşü nə vaxt baş vermişdi? İlk öncə onu xatırlayaq. 636-cı ildə eramızdan əvvəl, düzdürmü? 636-cı ildə kimlər arasında baş vermişdi? Katsiya döyüşü deməli 636-cı ildə Ərəblər və Sasanilər arasında baş vermişdi. Ərəblər qalib gəlmişdi, Sasanilər məğlub olmuşdu. Bəs Amid döyüşü nə vaxt baş vermişdi? Amid döyüşü 359-cu ildə baş vermişdi. Sasani və Roma arasında baş vermişdi. Sasanilər qalib gəlmişdi, Roma məğlub olmuşdu. Bəs Dizrav döyüşü nə vaxt baş vermişdi? 371-ci ildə Sasani və Romalılar arasında. Sasanilər Dizravda məğlub olurlar. Romalılar qalib gəlirlər. Katsiyada da Sasanilər məğlub olublar, Dizravda da məğlub olublar. Deməli, bu Sasanələrin məğlub olması Katsiya və Dizravın oxşar cəhətidir. Cavabımız olacaq B variantı. Amid döyüşündə isə Sasanilər qalib gəlmişdilər. 3 içində biz bunu oxşar götürə bilmərik. Ona görə də 37-də doğru variantımız olacaq B variantı. Baxaq 38-ci suala. Göstərilənlər səbəbidir. Qədim Yunanistan, əhalinin sayının artması, əkin sahələrinin azlığı, ticarətin inkişafı, bəli, Yunan koloniyalarının yaranması. 38-də olacaq cavabımız A variantı. Sadə bir sual idi. 39-a baxaq. Mətndə hansı tayfadan bəhs olunduğunu müəyyən edin. Baxın, burada nə deyir? Deyir ki, Asurlularla toqquşmada qalib gələn bu tayfa hətta düşmənin Şuarra vilayətini ələ keçirmişdilər. Hansı tayfa idi? Turukkilər idi. Doğru cavabımız olacaq 39-da A variantı. 40-a baxaq. Atropaten hökmdarı Artabazın dövrünə aiddir. Artabaz eramızdan əvvəl 1-ci əsrin ortalarında hakimiyyətdə olub. Ada deyir ki, dövlət müstəqilliyinin bərpa edilməsi onun dövrünə aid deyil. Selevkilərin hücumuna məruz qalması. Selevkilər eramızdan əvvəl 223-cü ildə gəlib hücum eləmişdilər. Bu onun dövrünə düşmür. C-də deyir ki, Roma qoşunlarının məğlub edilməsi. Bəli, C variantı aid olacaq. Hansı döyüşdə? Eramızdan əvvəl 36-cı il Fraspa döyüşündə Roma qoşunlarını məğlubiyyətə uğratmışdı.
Ona görə 40-da doğru cavabımız olacaq C variantı. Baryaksin üsyanının yatırılması. Baryaksin üsyanını Atropat yatırıb. Hətta onda Atropatena dövlət deyildi. Bizdən Atropatena hökmdarını da istəyir Pyrrhus. Yəni D vəbşə uyğun gəlmir. E-yə baxaq. Arşavilər sülaləsinin hakimiyyəti altına düşməsi E-də yanlışdır. 41-ci suala baxaq. Atropatenanın Selevkilərin işğalı altında olduğu dövrdə, yəni eramızdan əvvəl 223-dən 190-cı ilə kimi olan dövrdə qədim Çin tarixinə aiddir deyir. Vahid imperiyanın tərkibində birləşdirilməsi. Bəli, baxın burada eramızdan əvvəl 221-ci ildə birləşdirilmişdi Vahid imperiyanın tərkibində və bu dövrə düşür, bu dövr aralığına. Ona görə 1 doğrudur. Dəmir emalının əsasını qoyması eramızdan əvvəl 6-5-ci əsrə aiddir, 2 yanlışdır. 3-də deyir ki, kastların meydana gəlməsi Hindistan tarixinə aiddir, bəzi abituriyentlər 3 ümumiyyətlə yanlışdır. Vuruşan padşahlılar dövrünün başlaması 4-cü əsrə aiddir, bu da yanlışdır. Böyük Çin səddinin inşasının başlanması eramızdan əvvəl 214, bu düşür. Deməli 1-dən 5 B variantı olacaq 41-də cavabımız. 42-yə baxaq. Manna hökmdarları İran və Illusunun həyata keçirdikləri xarici siyasət nəticəsində Manna torpaqları Urartu işğalından azad olunmuşdu. Bəli, doğru cavabımız olacaq 42-də A variantı. 43-ə baxaq. Uyğunluq gözlənilmişdir. İqta Ərəb xilafəti dövründə Azərbaycanda mövcud olan torpaq sahibliyi. Bizdən uyğunluq gözlənilmişdir. İstəyirik. Deməli 43-də də A variantı doğrudur. Digərlərini də izah eləyək. B-də deyir ki, xilafət dövründə meydana gəlmiş torpaq sahibliyi. Torpaq sahibliyi idimi? Xeyr, vergi idi. Ona görə B yanlışdır. Dastakert Sasanilər dövründə Albaniya əhalisindən alınan vergi idimi? Xeyr, torpaq idi. Ona görə C yanlışdır. Və Sasanilər dövründə məscid və mədrəsələrin iqtidarında olan torpaqlar Ərəblər dövrünə aiddir. Bu ona görə D yanlışdır. Azatlar Azərbaycanda 7-ci əsrlərdə kəndli təbəqəsi, kəndli xeyr, feodal təbəqəsi. Ona görə E-də yanlışdır. Baxaq 44-cü suala. Eramızdan əvvəl 5-ci əsrdə qədim Romada Spartakın başçılığı ilə qulların üsyanı baş verdi. Baxın, Spartakın başçılığı ilə qulların üsyanı 1-ci əsr olduğuna görə bunu çıxırıq. Patrislər öz müdafiəçilərini, xalq tribunlarını seçmək hüququ qazandılar. Aha, patrislər idimi yoxsa plebeylər idimi? Təbii ki, plebeylər idi. Burada nə yazıb? Patrislər yazıb. Ona görə də yanlışdır. Çıxdıq B-ni. Quldarların torpaqlarına məhdudiyyət qoyuldu. Bu 2-ci əsrə aiddir, 5-ci əsrə düşmür. Ona görə C-ni çıxırıq. D-də deyir ki, padşahlıq quruluşu respublika ilə əvəz edildi. Bu eramızdan əvvəl 509-a aiddir, 6-cı əsrə düşür. Ona görə D-ni çıxırıq. 2 yazılı qanunlar toplusu qəbul edildi. Bəli, 5-ci əsrə aiddir. Eramızdan əvvəl. Ona görə 44-də doğru cavabımız olacaq E variantı. Bax, 45-ci suala. Demək, 5-də deyir ki, eramızdan əvvəl 4-cü əsr Makedoniya və eramızdan əvvəl 1-ci əsr Romanın tarixinə aid oxşar cəhət. Albaniya dövlətinin asılı hala salınması. Aha, Albaniya dövlətini Roma eramızdan əvvəl 36-cı ildə asılı hala salıb. Bəs Makedoniya? Xeyr, Makedoniya deməli yarananda, daha doğrusu Albaniya dövləti yarananda artıq Makedoniya mövcud deyildi. Biz deyirik ki, Albaniya, Atropatena Makedoniya dövlətinin parçalanması nəticəsində yaranan dövlətlərdir. Ona görə bu oxşar cəhət ola bilməz. A-nı çıxdıq. Aha, baxaq B-yə. Yunanistanın işğal edilməsi. Roma Yunanistanı 2-ci əsrdə işğal edib. Bizə nə deyir? 1-ci əsr. Ona görə B getdi. Parfiya dövləti ilə müharibələrin baş verməsi. Romaya aid olsa da Makedoniyaya aid deyil. C-ni çıxdıq. Əhəməni dövlətinin məğlub edilməsi. 331, 330-da Makedoniya məğlub edib. Bundan razılaşdıq. Bəs yaxşı Roma daha doğrusu Əhəməni dövləti artıq eramızdan əvvəl 1-ci əsrdə mövcud deyildi. Çünki 330-cu ildə Makedoniyanın varlığına son qoyuldu. Ona görə D getdi. Misrin işğal edilməsi həm eramızdan əvvəl 4-cü əsr Makedoniya, həm də eramızdan əvvəl 1-ci əsr Roma tarixinə aiddir. Misrin nə vaxt Roma öz əyalətinə çevrilmişdi? Eramızdan əvvəl 30-cu ildə. Deməli doğru cavabımız olacaq E variantı. Baxaq 46-cı suala. Erkən orta əsrlər dövrünə aid olan memarlıq abidəsi deyil. Alban memarlıq abidəsi deyil. Deməli, erkən orta əsr Alban memarlıq abidələri 3-7-ci əsr əhatə edir. Cavanşir qalasıdır, Gövr qaladır, Ağoğlandır, Çıraq qaladır. Bunlar hamısı aiddir. Kerfito məbədi isə Atropatenaya aid olduğuna görə deməli biz onu Alban memarlıq abidəsi götürmürük. 46-da doğru cavabımız olur D variantı. Baxaq 47-ci suala. Qədim Hindistan eramızdan əvvəl 2-ci əsr tarixinə aiddir. Ar tayfalarının yürüşlərinə məruz qalması. Bu eramızdan əvvəl 2-ci min ildir. Bizə 2-ci əsr dediyinə görə A-nı çıxdıq. Makedoniyanın hücumuna məruz qalması. Baxın, Makedoniyanın hücumuna məruz qalması eramızdan əvvəl 4-cü əsrə düşür, ona görə B getdi. Padşah Aşoka tərəfindən birləşdirilməsi eramızdan əvvəl 3-cü əsrin 2-ci yarısı, ona görə C getdi. Mario sülaləsinin hakimiyyətə gəlməsi eramızdan əvvəl 4-cü əsrdə D getdi. Ayrı-ayrı dövlətlərə parçalanması, bəli, doğru cavabımız olacaq E variantı. Eramızdan əvvəl 2-ci əsrə düşür. Daha dəqiq desək, eramızdan əvvəl 180-ci ilə düşür. Aha, keçək 48-ci suala. Uyğunluğu müəyyən edin. Zərdüştlüyün baş məbədlərindən biri bu şəhərdə yerləşirdi. Hansı şəhər idi o? Zərdüştlüyün baş məbədi Qazakada yerləşir. Deməli, bir də burada, bax, Qazaka burada yerləşir, bir də. Deməli, A-ya gedəcək 1. Qeyd eləyək bunu. Aha. Sonra deyək ki, bu şəhər Albaniyanın ilk paytaxtı olmuşdu. Albaniyanın ilk paytaxtı olub, deməli, Qəbələ şəhəri. O da buralığa, deməli, burada 4 görsənmir. Çox güman ki, 4 buradadır. Aha, deməli B-yə də gedəcək o zaman 4.
Deməli, A-ya 1 gedəcək, B-yə 4 gedəcək. Doğru cavabımız olacaq 48-də D variantı. Aha, bax 49-a. Hansı qədim dövlətlərə aid xüsusiyyət verilməyib? 60-lıq hesablama sistemi hansı dövlətə aiddir? Şumerlərə. Düzdürmü? Deməli, bizdən isə xüsusiyyət verilməyib deyir. Ona görə Şumeri çıxdıq. Xüsusiyyət verilib ona aid. Şahmat oyununun ixtira edilməsi. Şahmat oyunu Hindistana aiddir. D-ni getdi. Çıxdıq D-ni. Günəş və su saatlarının ixtirası Misrə aiddir. Teatrın yaradılması Yunanistana aiddir. Buna aid xüsusiyyət verilməyib. 49-da doğru cavabımız olacaq E variantı. 50-ci suala baxaq. Azərbaycan tarixinin 4-cü və 8-ci əsrlər tarixinə aid oxşar cəhət müəyyən edin. Sasani dövləti ilə müttəfiqlik münasibətlərinin olması. Baxın, Sasani dövləti ilə müttəfiqlik münasibətlərinin olması deyir. Bizə nə deyir? 8-ci əsrlərə tarixinə aid oxşar cəhət müəyyən edin. Sasanilər nə vaxt süqut edib? 651-də. Deməli, 8-ci əsrdə Sasani varmı? Yoxdur. Deməli, A getdi. Xəzər xaqanlığının hücumlarına məruz qalması. Xəzər xaqanlığı nə vaxt yaranıb? 7-ci əsrin ortaları. 4-cü əsrdə Xəzər xaqanlığı varmı? Xeyri yoxdur. B getdi. Əhalidən can vergisinin yığılması hər iki dövr üçün oxşar cəhətdir. 50-də doğru cavabımız olacaq C variantı. D-ni də oxuyaq. Albaniya dövlətinin Mehranilər sülaləsi tərəfindən idarə olunması. Mehranilər gəlib 630-da. 4-cü əsrdə varmı? Xeyri yoxdur. D getdi. Bərdənin paytaxt şəhər olması 5-ci əsrə aiddir. 4-cü əsrdə də olmadığına görə eyni çıxırıq. Bax 51-ci suala. 51-də deyir ki, deməli, Eylər Venn diaqramı nəsdən uyğunluğu müəyyən edin. Solon, Perikl, Qaraq qardaşlarım. Borca görə qul edilmənin qadağan edilməsi Solon islahatlarına aiddir. Biri olacaq A. Yoxsulların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qərarların verilməsi bu hər üçünə aiddir. 4-ə gedəcək B. Strateq vəzifəsinin icra edilməsi Periklin dövrünə aiddir. 2-yə gedəcək C. Torpaq qanununun qəbul edilməsi Qıraq qardaşlarına aiddir. 3-ə də gedəcək D variantı. Qulların öldürülməsinin qadağan edilməsi bu heç birinə aid deyil. Deməli, 51-də doğru cavabımız olacaq. 1-ə A, 2-yə C, 3-ə D, 4-ə B, yəni C variantı. Aha, keçək 52-ci suala. 52-də deyir ki, uyğunluq pozulmuşdur. 52-ci sualda A-da deyir ki, qədim Romada ölkənin hərb və sülh məsələlərini konsullar həll edirdi. Konsullar mı yoxsa senat mı? Senat həll edirdi. Hərb və sülh məsələlərini həll edən senat idi. Bizdən də uyğunluq pozulmuşdu deyir. Ona görə 52-də doğru cavabımız olacaq A variantı. Baxaq 53-cü suala. Pompeyin Albaniyaya yürüşləri eramızdan əvvəl 66-cı ildir bu. Xronoloji ardıcılıq istəyir. Alanların Azərbaycan torpaqlarının yürüşünün başlanması bizim eranın 72-74-cü illəri, Antonin Fraspa üzərinə hücumu eramızdan əvvəl 36-cı il, Roma imperatoru Adrianın Alban hökmdarı ilə siyasi-iqtisadi əlaqələr saxlanması bizim eranın 2-ci əsrinə aiddir. İndi gəlin ardıcılığı düzək. Deməli, ilk öncə gəlir nə? İlk öncə gəlir Pompeyin Albaniyaya yürüşlərinin başlaması 1. Sonra gəlir Antonin Fraspa üzərinə hücumu 3. Sonra gəlir, deməli, alanların Azərbaycan torpaqlarına yürüşünün başlaması 2, sonra da 4. Deməli, 1, 3, 2, 4, 53-də doğru cavabımızdır. Hieroqlif yazı sistemindən istifadə edən qədim dövlətlərin ərazisini müasir xəritdə müəyyən edin. Kim istifadə edirdi? Misir edirdimi? Edirdi. Deməli, 1. Sonra, Çin edirdimi? Edirdi. 4. 1-lə 4 doğru cavabımız olacaq 54-də. Baxaq 55-ci suala uyğunluğu müəyyən edin. Sasani şahı 1-ci Xosrovun inzibati islahatı Azərbaycan ərazilərinin 4 canişinliyində bölünməsi. Baxın, cümlənin yanlışlığına baxın. Azərbaycan ərazisini mi 4 canişinliyə bölmüşdü? Xeyr, bir yanlışdır. Dövləti 4 canişinliyə bölmüşdü. Azərbaycanı da Şimal Qustaqlığına daxilləmişdi. Deməli, biri çıxdıq. Cərəmdan döyüşünün baş verməsi 643-də baş verib. Bunu da xatırlayaq. Ərəblərin Azərbaycana və Cənubi Qafqaza yolunun açılması bəli ki, doğrudur. Cavanşirin ərəblərlə apardığı diplomatik danışıqlar Albaniyanın daxili müstəqilliyi saxlanıldı. Bəli, bu doğrudur. 4-də deyir ki, Abbasilər dövründə ərəblərin vergi siyasəti əkilməyən torpaqlardan vergi alınması qadağan olundu. Xeyr. 2 ilə 3 doğru cavabımızdır. Əkilməyən torpaqlardan da vergi alırdılar Abbasilərin dövründə. 56-ya baxaq. Şumerlərin tarixinə aiddir. Mesopotamiyanın cənub hissələrində məskunlaşmaları 1 doğrudur. İlk yazılı qanunları yaratmaları 2 doğrudur. İlk yazılı beynəlxalq müqavilələrin imzalaması Misirə aiddir. 3 çıxdıq. İlk yazı mədəniyyətini yaradan xalqlar sayılmaları 4 doğrudur. Günəş saatlarının ixtira edilməsi Misirə aiddir. 5 yanlışdır. Deməli, doğru cavabımız olacaq 1, 2, 4. Aha. Baxaq 57-ci suala. Uyğunluğu müəyyən edin. Sasani şahı 1-ci Şapurla mübarizə aparmışdı. Sasani şahı 1-ci Şapurla mübarizə aparan 1-ci Vaçe idi. 1-ə gedir E variantı. Albaniyanın bütün vilayətlərini vahid və mərkəzləşdirilmiş dövlətdə birləşdirmişdi. Bu aidlik 1-ci Vaçaqana, 2-yə gedəcək C variantı. Haylandur Hunlarına qarşı mübarizə aparmışdı. Haylandur Hunlarına qarşı mübarizə aparan 2-ci Vaçe idi. Yəni 3-də olacaq D variantı. Keçək situasiya sualımıza. Siz mətni saxlayıb oxuyarsınız. Mən sadəcə deməli cavablarını izah eləyəcəm. Mənbəyə və tarixi biliklərinizə əsasən mətndə adı buraxılan Alban hökmdarı və Sasani şahının adlarını yazın. Deməli, Urnayır, bir də 1-ci Şapuru, daha doğrusu Urnayır və 2-ci Şapuru burada
deməli nəzərdə tutur. Urnayev və 2-ci Şapur yaza bilərsiniz. Tarixi biliklərinizə əsasən mənbədə bəhs edilən dövrdə Roma və Sasani dövlətləri arasında baş vermiş iki döyüşün adını yazın. Amid və Dizrav döyüşü idi. 59-a Amid və Dizrav döyüşü yaza bilərsiniz. Tarixi biliklərinizə əsasən mənbədə bəhs olunan müharibələr dövründə Albaniyanın itirdiyi vilayətlərdən ikisinin adını yazın. Baxın, Kolt yaza bilərsiniz, Girdiman yaza bilərsiniz, Uti yaza bilərsiniz. Bu vilayətləri itirmişdi. Belə, inşallah hər biriniz üçün uğurlu bir sınaq olar. Yəqin ki, başa düşdünüz. İnşallah 11-ci sinif OTK sınağının da izahını verəcəm. 2024-cü il bu tarixdə keçirilən. Sağ olun, hər birinizə uğurlar.